Xaçmaz rayonunda sel sularının basdığı evlərin və təhsil müəssisələrinin təmizlənməsi işləri davam edir. Ötən gün 26 şagirdin təhsil aldığı Çığatay Kənd İbtidai Məktəbinin zirzəmisini və həyətini basan yağış suları Fövqəladə Hallar Nazirliyinin Xaçmaz Dövlət Yanğından Mühafizə hissəsinin əməkdaşları tərəfindən çəkilərək təmizlənib. Bu barədə məktəbin direktoru Vəfa Musayeva məlumat verib. Onun sözlərinə görə, yanğınsöndürənlər məktəblə yanaşı, kənddə bir neçə yaşayış evində də su basmış əraziləri sel sularından təmizləyiblər. Məktəb direktoru bildirib ki, bu hadisə zamanı maraqlı bir təsadüf də yaşanıb. O, illər sonra sinif yoldaşı ilə məhz sel hadisəsi zamanı qarşılaşıb. Məktəbimizə köməyə gələnlər arasında 28 ildir görmədiyim sinif yoldaşım və həmkəndlim Elşən Cəlilovu görüb çox sevindim. 1998-ci ildə Molla Bürhan kənd orta məktəbini bitirdikdən sonra Elşəni görməmişdim. Sel bizi yenidən görüşdürdü. Elşən Cəlilov hazırda Xaçmaz Dövlət Yanğından Mühafizə hissəsinin rəisidir.